Elektroensefalografiya müayinəsini istər öz istəyinizlə, istər həkim göstərişi ilə yerinə yetirin. Mütləq və mütləq bu müayinəni yerinə yetirən zaman yuxu rejiminin çəkilməsinə fikir verin. Əgər elektroensefalografiya müayinəsini siz oyaqlıq zamanı yerinə yetirmisinizsə, bu zaman əgər oyaqlıq müayinəniz normal gəlibsə, bu heç də elektroensefalografiyanın tam normal olduğunu və patoloji olmadığını göstərmir. Mütləq yuxu rejimi çəkilməlidir. Çünki oyaqlıq və yuxu zamanı beyin aktivliyi dəyişir və oyaqlıqda görünməyən aktivliklər yuxu rejimində daha açıq şəkildə özünü göstərir. Bu zaman xüsusilə bəzi həssas uşaqlarda autizm spektr pozuntulu, əqli geriliyi və s. kimi nevroloji problemi olan uşaqlarda elektroensefalografiya müayinəsinin yuxuda keçirilməsi şərtdir və son zamanlar daha çox uşağın öz təbii yuxusunda və ev şəraitində təbii yuxusunda müayinənin keçirilməsinə üstünlük verilir. Bu onların daha rahat yuxuya getməsini və müayinənin daha rahat həyata keçirilməsini təmin edəcəkdir.